Sumqayıt şəhərində yol nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Şəhər ərazisində nəqliyyatın və piyadaların rahat hərəkətinin təmin olunması məqsədi ilə mərkəzi küçə və prospektlərlə yanaşı piyada səkilərdə də asfaltlama işləri aparılır. Hazırda işlərin intensiv şəkildə davam etdiyi ünvanlardan biri də Koroğlu prospektidir. Burada xüsusi texnika və canlı qüvvə cəlb olunmaqla piyada səkilərin asfaltlanması həyata keçirilir. Əvvəlcə səkinin yararsız hissələri təmizlənir, səth hamarlanır, daha sonra isə müasir tələblərə uyğun yeni asfalt örtüyü salınır. Görülən işlərin nəticəsində piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunur, eyni zamanda prospektin ümumi görünüşü daha da müasirləşir. İşlərin qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırılması üçün bütün zəruri tədbirlər görülür. Təkcə Koroğlu prospektində deyil, Sumqayıtın müxtəlif küçə və prospektlərində də asfaltlama işləri mərhələli şəkildə davam etdirilir. Yol infrastrukturunun yenilənməsi, şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi, sürücülərin rahatlığının artırılması və hərəkətin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı şəhərin müxtəlif ərazilərində mövcud asfalt örtüyünün qorunması və istismar müddətinin uzadılması istiqamətində də mütəmadi tədbirlər görülür. Belə ki, yol örtüyündə yaranmış xırda çat və deformasiyalar xüsusi texnologiya əsasında bitum materialı ilə doldurulur. Bu üsul çatların daha da böyüməsinin qarşısını almaqla yanaşı asfalt örtüyünün möhkəmliyini artırır və yolun uzun müddət keyfiyyətini saxlamasına imkan yaradır. Bu proses yol örtüyünün su və digər xarici təsirlərə qarşı davamlılığını artırır, eyni zamanda gələcəkdə yarana biləcək iri həcmli zədələnmələrin qarşısını alır. Şəhərin müxtəlif küçə və prospektlərində həyata keçirilən bu profilaktik tədbirlər asfalt örtüyünün vaxtından əvvəl sıradan çıxmasının qarşısını alır və yolların daha uzun ömürlü olmasına xidmət edir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.